Bilirsiniz ilk yaranan avtomobil elektrik avtomobil olub? Yox? Bilməsinizsə, onda bu videonu sonacan izləyin ki, məlumatınız olsun. Bəli, avtomobil tarixində ilk yaranan nəqliyyat vasitələri benzinlə yox, elektriklə işləyib. Bunu izah etmək üçün gəlin biraz tarixə dönək. Elektrik avtomobillərin tarixi 19-cu əsrin əvvəllərinə gedib çıxır. O dövrdə Avropada elektrik enerjisi üzərində çoxlu təcrübələr aparılırdı. İnsanlar elektriklə hərəkətin mümkün olub-olmadığını araşdırırdı. 1828-ci ildə Macarıstandan olan mühəndis Anyos Jedlik sadə bir elektrik mühərriki hazırladı. O, bu mühərriki kiçik hərəkət edən bir qurğuya yerləşdirdi. Bu qurğu tam avtomobil deyildi, amma elektriklə hərəkətin mümkün olduğunu sübut etdi. Bu hadisə elektromobillərin tarixində ilk addım sayılır. Bir neçə il sonra 1830-cu illərdə Şotlandiyalı ixtiraçı Robert Anderson elektriklə işləyən araba tipli nəqliyyat vasitəsi hazırladı. Bu vasitə batareya ilə işləyirdi, amma batareya doldurula bilmirdi. Məsafəsi çox az idi. Buna baxmayaraq ideya böyük maraq doğurdu. 19-cu əsrin sonlarına yaxın elektromobillərin inkişafı Amerika Birləşmiş Ştatlarında sürətləndi. 1890-cı ildə Amerikalı ixtiraçı William Morrison elektrik avtomobili təqdim etdi. Bu avtomobil artıq bir neçə sərnişin daşıya bilirdi. Şəhər daxilində istifadə üçün uyğun idi. Amerika Birləşmiş Ştatlarında satılan avtomobillərin təxminən 1/3 elektriklə işləyirdi. Xüsusilə şəhərlərdə yaşayan insanlar elektromobillərə üstünlük verirdi. Bu dövrdə benzinli avtomobillər də inkişaf etməyə başladı. 1885-ci ildə Karl Benz ilk benzinli avtomobili hazırladı. Bir müddət sonra Henry Ford benzinli avtomobillərin kütləvi istehsalını mümkün etdi. Ford Model T ucuz idi. Uzun məsafə gedə bilirdi. Yanacaq hər yerdə tapılırdı. Bu isə elektromobillər üçün ciddi rəqabət yaratdı. Elektromobillərin inkişafının dayanmasının bir neçə əsas səbəbi var idi. Birinci səbəb batareya texnologiyası idi. O dövrdə batareyalar ağır idi, tez boşalırdı. Uzun yol üçün uyğun deyildi. İkinci səbəb neftin ucuz olması idi. Benzin asan tapılırdı, qiyməti aşağı idi. Üçüncü səbəb şarj infrastrukturunun olmaması idi. Şarj məntəqələri yox idi. Amma yanacaq doldurma məntəqələri sürətlə yayılırdı. Bu səbəblərə görə elektromobillər uzun illər unuduldu. Təxminən 100 il boyunca benzinli avtomobillər bazara hakim oldu. 1970-ci illərdə neft böhranı başladı. Bu zaman elektromobillərə maraq yenidən artdı. Amma texnologiya hələ hazır deyildi. Əsl dönüş nöqtəsi 2000-ci illərdən sonra baş verdi. Litium-ion batareyalar yaradıldı. Bu batareyalar daha yüngül idi, daha uzun ömürlü idi, daha təhlükəsiz idi. Bu dövrdə Tesla elektromobillərin imicini dəyişdi. Elektromobillərin zəif olmadığını göstərdi. Digər istehsalçılar da elektromobil istehsalına başladı. Bugün isə elektromobil sənayesində Çin ön plandadır. Xüsusilə BYD kimi şirkətlər texnologiya baxımından liderdir. Təhlükəsiz batareyalar, yüksək səmərəlilik, aşağı istismar xərci. Beləliklə elektromobillər yeni ixtira deyil, onlar sadəcə vaxtından əvvəl yaranmış texnologiya idi. Bugün isə texnologiya yetişib və elektromobillər yenidən öz yerini alıb. Bəs siz nə düşünürsünüz? Benzin yoxsa elektromobil? Fikirlərinizi şərh bölməsini yazmağı unutmayın. Əgər video sizlər üçün faydalı olduysa, kanala abunə olun. Təşəkkürlər.